Değerli izləyicilərim, bura Xırdalan şəhəri Afpak yaşayış kompleksidir. Ən Xadavoy küçəsində sizə 1600 kvadrat maşın saxlamaq üçün dayanacaq təklif edirəm. Nəzərinizə çatdırım ki, gördüyünüz bu binalar, kadrdan gördüyünüz binalarda maşın problemi var. İndi izləyicilər kommentə yazacaqlar ki, düz deyir Tural. Maşın yəni çoxdur, saxlamağa yeri yoxdur. 29 qarajlıq sizə parking təklif edirəm. İnvestorlar, obyekt sahibləri, izləyicilərim buranı yaxşı qiymətə, ucuz qiymətə alıb, hər bir maşın üçün 80-100 manatdan verə bilərsiniz icarəyə, aylıq yaxşı gəlir götürə bilərsiniz. Qiyməti qeyd eləmişəm parkovkanın. O danışarıq, keçə bilən üçün təmirini sizə görsədim. 2 girişi var. Yoldakı bir saniyə maşın dayanmır da, əzizləyicilər, dayanmır burada. Yeni təmirdən çıxıb, demir olar ki, təmir bitəndən sonra elə birinci dəfə mən buranı açdılar. Dünən filan qutarıb ustaların işi. 29 qaraj. Burada detalik servis eləyə bilərsiniz. Maşınların plyonkalanması, PPF ilə üzlənməsi. Bu Abşeronda, Xırdalanda sahibi mənə dedi ki, yoxdur. Belə yüksək səviyyəli bir detalik mərkəzi yoxdur. İndi baxın, özünüz analiz eləyin. Ya elə eləyə bilərsiniz, ya belə eləyə bilərsiniz. Əsas odur ki, full təmir, qarajlar, VIP yeri də var. Yarısını moyka eləyib, yarısını verə bilərsiniz. Deyilən məbləğ, yəni elanında qoyulan məbləğə aylıq qazancı hesablayın. Biznesmenlər üçün deyirəm, yaxşı sərfəlidir. Mən sizə danışa, siz bir göz gəzdirin obyektə və ondan sonra sağollaşaq. Ağlıma nə gəldi? Sağollaşmadan öncə onu da sizə deyim, əzizləyicilərim. Bura qədər kiraya versəz, yəni arendaya versəz maşınlara, bu 2 boksda moykadır. Allah tərəfi adam hər bir şəraiti yaradıb da sahibi. Toka qədər yaxşısını çəkib, siqnalizasiya çəkib. Orada Sanozoya qovşağı da var. Yəni, buranı alan adam dolanacaq. Çünki bu binada yaşayanlar onu dolandıracaq. Bu ərazidə, bu bilirsiniz nədir? Elə bir qızıldır da, maşın çox, yeri yox. Bu qədər. Sağ olun.